Salam əziz izləyicilər. Bugün sizinlə birlikdə ən ləzzətli, laylay atılan və ağızda əriyən badambura hazırlayacağıq. Lazım olan ərzaqlar: 1 kiloqram un, 3 ədəd yumurta sarısı, 100 qram xama, 100 qram kərə yağı, yarım stəkan duru yağ, 1 çay qaşığı maya, 1 yemək qaşığı şəkər, 1 çimdik duz və aparana qədər süd. İlk öncə mayanı aktivləşdirmək üçün üzərinə 1 xörək qaşığı süd və 1 xörək qaşığı şəkər tozu əlavə edib yaxşıca qarışdırırıq. Böyük bir qaba unu ələyirik ki, xəmirimiz daha yüngül və havalı olsun. Üzərinə 1 çimdik duz, 100 qram xama, 100 qram kərə yağı, 3 yumurta sarısı, mayalı qarışım, yarım stəkan duru yağ və südü əlavə edib xəmir yoğururuq. (30-40 dəqiqə) xəmirin mayalanmasını gözləyirik. (500 qram qabığından ayrılmış və qovrulmuş badamı üyüdürük. Üzərinə 400 qram şəkər tozu və 1 çay qaşığı hil əlavə edib qarışdırırıq. Yuxanın aralarının yağlanması üçün əridilmiş kərə yağını tortasından, ayranından ayırıb bir qaba yığırıq. Xəmir artıq mayalandı. Xəmiri 5 bərabər hissəyə bölüb kündələyirik. İlk kündələdiyimiz xəmirdən başlayaraq nazik yayırıq. Masanın üzərinə azca duru yağla yağlayırıq ki, xəmir tərpənməsin. Açdığımız xəmirləri aralarını yağlayaraq üst-üstə yığırıq. Diqqət etməliyik ki, xəmir cırılmasın və yağ nə az, nə çox olsun. Çox olsa badamburaya istədiyimiz formanı verə bilmərik, az olsa badamburanın qatları bilinməz. Axırıncı qatı isə yağlamırıq. Kənarlarını 1-2 sm kəsirik ki, səliqəli olsun. Xətkeşlə eni 3 sm olmaqla lentlər kəsirik. Səliqəli şəkildə bükürük ki, xətlər üst-üstə düşsün. Mən 55 qramdan götürdüm. Bu reseptlə 35-40 ədəd badambura alınır. Bükdüyümüz rulonlardan ilk bükdüyümüzdən başlayaraq içərisinə qayıq formasında oyuq açıb 2 çay qaşığı içli əlavə edərək yaxşıca bükürük və əlimizlə forma veririk.
Öncədən isidilmiş 150 dərəcəli sobanın aşağı gözündə üzəri ağ qalmaq şərti ilə 30 dəqiqə bişiririk. Bu müddət sizin sobanızdan asılı olaraq dəyişə bilər. Və budur, badamburalar hazırdır. Xırçıltılı və qat-qat badamburalardan siz də hazırlayıb bayram süfrələrinizi bəzəyə bilərsiniz. Üzərini şəkər pudrası və ya kraxmal ilə bəzəyə bilərsiniz. Əgər videonu bəyəndinizsə, bəyən düyməsini sıxmağı, kanalımıza abunə olmağı və şərhlərdə fikrinizi bölüşməyi unutmayın. Siz də bişirin, nuş edin.